Ölkəmizdə aparılan arxeoloji qazıntılar zamanı 12-ci, 14-cü əsrlər Səlcuq İslam mədəniyyətinə aid edilən tapıntılar aşkarlanıb. Söhbət Astara rayonunun Alaşa kəndində yerləşən Əlişa qalasından gedir. Əməkdaşlarımız Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiya qrupunun üzvləri ilə birlikdə erkən orta əsrlər tarixinin izinə düşüblər. İzləyək. İlk sistemli arxeoloji qazıntılara 2023-cü ilin sentyabrında başlanılan Əlişa qalasının tədqiqatı davam edir. Arxeoloqların məqsədi qala divarlarının özülünü, müdafiə sisteminin quruluşunu və müxtəlif tikinti mərhələlərini müəyyənləşdirməkdir. 300 kvadrat metrə yaxın ərazidə qazıntı işləri aparılmışdır və müəyyən olmuşdur ki, qalanın divarlarının fundament hissəsi, müəyyən hissəsi gördüyünüz kimi sal qaya divarlarının üzərində inşa olunmuşdur. Kontrfos hissəsi tərəfindən bir hissəsi uçmuşdur. Keramika üzərində həkk olunmuş əlavə naxışlı iri həcmli küpün boğaz hissəsinin aşkar olması əsasən bunlar aiddir ilk orta əsrlər devrinə. İlk qazıntılarda burada Əlişa qalasında hovuz tapılıb, müxtəlif ev, otaq divarları, qala divarları tapılıb. 4 il burada qazıntı işləri aparılıb. Bu il 2026-cı ilin son bir ayında isə növbəti qazıntılar zamanı arxeoloqlar tərəfindən burada Səlcuq dövrünə aid olan su boru xətləri də tapılıb. Keçən ilki qazıntını davam etdirməyə nəzərə aldıq və qazıntı nəticəsində bizim hal-hazırda gördüyünüz saxsıdan boru xəttinin davam etdirilməsi bax bu formada aşkar olunmuşdur. Bunun uzunluğu bir 8 metrdir. Hal-hazırda gördüyünüz kimi açmışıq. Bunun davam edir, üzü cənuba doğru istiqamətdə davam edir. Digər tikinti qalıqları da üzə çıxarılmışdır. Tədqiqatlar zamanı tünd göy, mavi və tünd qəhvəyi rənglərlə işlənmiş həndəsi və nəbati ornamentli şirli kaşı fraqmentləri aşkar edilib. Tapıntılar arasında sqrafito, yəni qazma texnikası ilə işlənmiş girik naxışlı keramika parçası xüsusi elmi əhəmiyyət daşıyır. Növbəti mərhələdə qala kompleksinin memarlıq planının və funksional təyinatının daha dəqiq müəyyənləşdirilməsi istiqamətində tədqiqatların genişləndirilməsi nəzərdə tutulur. Nuranə Tələb qızı Aysel Abbasova, Zaur Dadaşov, ASTV Xəbər.